Я знаю, что вы любите турецкий футбол. Я видел в Инстаграме одно видео, как один любитель футбола определенного клуба турецкого Галатасарая, он решил из Alçıpan'a сделать вот это, да, герб своего любимого клуба. Kim təbiət həvəskarıdır? Кто любит природу? Gedirik, görürük, düzdür? Едем, смотрим, участвуем. Və çoxlu şəkillər çəkdiririk. А самое главное, мы много фотографируем. Görəndə dağları, bu meşələri nə hisslər keçirdir yəni? Когда видите эти горы, эти леса, что вы чувствуете? Azərbaycancasız yox deyə. Ecazkarlı. Heyranlıq, hə. Вот и перевод. Heyran. Yaşayırıq o hisslər, görürük də adam belə hisslərində o sözlə ifadə eləmək olmur. Трудно сказать словами, но есть чувства, которые не передаются. Başqa kimsə hansısa bir qızı ya oğlanı sevib belə. А как мужчина? Юля? Хорошо. Может какая-то девушка или парень любит противоположный пол? Vurğunluq da belə. Влюблен. Adama necə görsənirdi o? Как это смотрелось? Nə hisslər keçirirsiniz? Necə bir möhtəşəm bir şeydir. Какие чувства вы испытывали? Sen ne истаки себе? Mən indi də o hisslər keçirəm. Öz həyat oluşuma. Я до сих пор Öz həyat oluşuma qarşı. испытываю эти чувства к своей любимой жене. Fikirləşirsiniz, bu bir neçə nümunədir, amma həyatımızda elə sahələri var ki, çox sahələri var ki, biz ora baxanda heyranlıq, möhtəşəmlik hissini yaşayırıq. Мы несколько примеров привели, которые говорят о чувствах, о которых трудно сказать, даже подобрать слова к этим чувствам. Razısınız belə bir şeylə? Согласен, да, испытывали это. Düzdür. Biz də bir oxuyurduq. İsa möhtəşəmdir. Мы читали, Иисус, ты прекрасен. Və bizim deyə biləcəyimiz yeganə söz, vau, möhtəşəm. Мы можем только сказать, мы не можем что-то добавить, мы можем сказать, вау, ты прекрасен. Baxın, bəzən qəribə gəlir ki, Allahın necə mahnı oxumaq olar? Кто-то может даже задуматься, а как можно Богу вообще петь, прославлять его песни? Eyni cür mən sual verə bilərəm ki, necə olur Qalatasarayın gerbini vurur sonra? Я также задаюсь вопросом, зачем делать герб Галатасарая из Alçıpan? Niyə sevdiyinizin şəklini telefonun ekranında saxlayırsınız? Почему вы любимого ставите фотографию на Niyə mesajlarını ulduzlayırsınız ki, sonra tezən girib ağzını suya oxuyasınız? Burada? Hə. Вы делаете сообщения избранные, да, чтобы потом снова зайти их найти. Çünki siz heyranlıq duyursunuz. Потому что вы испытываете восторг. Amma Məsih isə bizim bu Qalatasaraydan, sevdiyimiz şəxsdən, təbiətdə hər şeydən böyükdür. Но Христос выше, чем вот это влюбленность, чем мы восторгаемся, Он выше всего этого. Çünki hər şeydən doymaq olur. Потому что все пресыщается. Məsələn, kənd yerində yaşayan, dağları görən, biz şəhərdən gəlir, vay eləyir, amma orada yaşayan adam, orada yaşayan adam, dağdır da, çıxır gedir. Tək ki, çaqqal gəlmiş üstümə. Один из наших братьев, он живет недалеко Гарана-Гюр, вот он там живет, мы здесь живем в Гарана-Гюр, а он говорит, говорит, да, что я хочу Баку. Çünki adiləşib onun üçün. Потому что все пресыщается. Amma maraqsızdır ki, Məsihdə yaşaya-yaşaya insan hər dəfə biraz daha heyran olur, biraz daha ağız açıqlar, biraz da matqalı ki, yəni İsa söz tapa Но во bilmirsən. Христе каждый раз, будто преображаясь, обновляясь, ты каждый раз находишь снова сказать вау, 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 как бы все время удивляет. Və axırda ki, möhtəşəm. И тебе не находится просто сказать, что ты прекрасен. Və bu hisslər insanda soyuyub getmir, daha da artır. И это чувство, они не охлаждаются, когда ты больше, наоборот, они становятся ближе. Niyə biz məsəlçilər bu hissləri keçiririk? Почему мы, христиане, испытываем эти чувства? Bu günləri Rüstəm qardaş o barədə eşidəcək. Он же все рассказал. Хорошо. Мы продолжим об этом говорить. Gəlin davam edək bu haqda danışmağa. Кто меня не знает, зовут Рустам. Onun adı Rüstəmdir. Я многих из вас знаю, лица узнаю. Biz çoxlarınızı tanıyıram, görürəm sizi, xoş gəlmişsiniz yenə. Сегодня мы празднуем Пасху. Bu günə biz Pasxa bayramını qeyd Не edirik. русский праздник. Bu Rusların bayramı deyil. Так интересно, что в последнее время мы стали задумываться, почему Пасха не такая же популярная, как Рождество. Və bu son zamanlar biz başladı düşünməyə, niyə Pasxa milad qədər məşhur deyil? И я тоже задумался, у меня было 4 недели, чтобы подумать об этом. Və mən də 4 həftə ərzində bu haqda düşünürdüm. И я подумал, что я на самом деле себя поймал на мысли, что мы с любовью, мы с радостью будем говорить о rождении Иисуса Христа. Mən belə bir fikrə qənaətə gəldim ki, biz
Məsihin doğulması haqqında, milad haqqında belə şənliklə, sevinclə danışacağıq. А может быть, погода способствует, песни в разных местах способствуют вот этому настроению. Ola bilər ki, nəğmələr, musiqilər, hava bu milad ab-havasına bizə salır. Но Пасха это не просто новый праздник. Мы сегодня поговорим, почему Пасха важна для нас. И я надеюсь, что мы теперь будем также ценить ее и праздновать как Рождество. Pasxa adi bir bayram deyil. Pasxa möhtəşəm bir bayramdır və düşünürəm ki, biz danışdıqca bu barədə başa düşəcəyik, anlayacağıq. И сегодня я должен с вами поделиться самой лучшей новостью, которая есть в мире. Və bu gün mən sizə ən yaxşı vacib xəbərlə Я bölüşməliyəm. знаю, что многие из вас скажут, пока мне миллион не дадут, для меня радостных новостей не существует. Ola bilər kimsə düşünür ki, kimsə mənə $1 milyon verilənə qədər mənim üçün yaxşı xəbər yoxdur həyatda. А кто-то может сказать, пока та, в кого я влюблен, не могу подойти и это сказать, сама мне не скажешь об этом, нет радостных новостей. Bəlkə kimsə fikirləşir ki, sevdiyim şəxsə sevgi etirafı eləməmiş və yaxud da onun sevgi etirafını eşitməmiş, mənim üçün yaxşı xəbər yoxdur. Но я вам хочу вас заверить, что на самом деле есть самая лучшая радость. Amma mən sizə əmin etmək istəyirəm ki, daha yaxşı xəbər var. У меня было 4 недели, чтобы подумать, как поделиться с вами этой радостной Və новостью. mənim 4 həftə vaxtım var ki, mən bu möhtəşəm xəbəri sizinlə necə bölüşəcəyimi И planlaşdırıram. я честно, я признаюсь, я понял, что это невозможно. Və mən başa düşdüm ki, bu mümkün deyil. Потому что эта книга Çünki bu kitab и то, что мы проживаем сейчас со Христом, в течение 20 минут не передать. bu kitabda olanı və Məsihlə bizim yaşadığımız o duyğuları, hissləri, xeyir-duaları 20 dəqiqə, 25 dəqiqə ərzində çatdırmam mümkün deyil. И я изучал и думал, о чем же мы можем сказать, какие истины вам нужно донести, чтобы вы сказали, да, Христос, ты мне нужен. Və mən fikirləşirdim ki, bu vaxt ərzində hansı həqiqətləri çatdıra bilərəm ki, siz deyəsiniz ki, Məsih, mənim sənə ehtiyacım var. Это очень сложно, потому что эта книга просто глубочайшая. Bu çətindir. Çünki bu müqəddəs kitab çox dərin Но мы kitab. попробуем. Amma biz cəhd И edəcəyik. поэтому мы вернемся на несколько тысяч лет назад. Bunun üçünsə biz bir neçə min il öncəyə И qayıtmalıyıq. посмотрите, наш фильм называется «Ölümü mahveden sevgi hikayesi». Ölümü я məhvədən вас на азербайджанском языке, да. Давайте вернемся несколько тысяч лет назад. Мы вернемся к тому, что Бог сотворил удивительным образом человека. Biz ona başlayacağıq ki, Allah heyrətamiz yolla insanı yaratmışdı. Ага. Вот, написано, что Бог создал нас от любви своей. Allah bizi kəlamdır ki, öz sevgisindən yaratmışdı. Но также и написано, вот мы смотрим библейский текст, можно стоит один раз на азербайджанском зачитать. Sonra Allah dedi, gəl mətni bir yerdə oxuyaq. Sonra Allah dedi, öz surətimizə və bənzərimizə görə insanı yaradıq. Qoy o dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin. Allah insanı öz surətində yaratdı. Allahın surətində yaratdı. Onlar kişi və qadın olaraq yaratdı. Обратите внимание, да, человек был создан по образу и подобию своему. Kəlam deyir ki, Allah insanı öz surət və bənzərində yaratdı. Самое интересное, что все, что нас окружает, Он дал, чтобы мы владычествовали, распоряжались этим. Və nə varsa həyatda, ətrafda, təbiətdə Allah bunu insana verdi ki, insan bunların idarəçisi Но olsun. когда мы читаем эту книгу, мы также видим, мы все здесь вместить не сможем, мы видим, что человек был создан для общения с Ним. Amma burada biz hamısını göstərə bilmirik. Kəlam isə bizə deyir ki, Allah insanı özü ilə ünsiyyət üçün yaratmışdır. Который впоследствии дает радость и жизнь в этой любви. Və bu ünsiyyətin nəticəsində insanda sevinç və sevgi hissi yaranır. И если я сейчас спрошу вас, скажу, есть ли общение с Богом, есть ли радость? Вы скажете, Рустам, о чем ты говоришь? Və əgər bu sual versəm ki, sizdə Allahla ünsiyyət varmı? Bir çoxlarımız deyə bilər ki, Rüstəm nə danışırsan, məndə bu ünsiyyət yoxdur. Даже радости той нету. Və həm əgər ünsiyyət yoxsa, sevinç də И yoxdur. мы смотрим, что и мы смотрим, что Адам, он общался с Богом. Amma biz kəlama baxanda görürük ki, Adəm ilk insan Allahla ünsiyyəti var idi. Вот это удивительное общение. Bu heyrətamiz bir ünsiyyət. Трудно, может быть, даже сравнить с детьми, да, когда твои дети общаются с тобой. Bu çətindir müqayisə eləmək, hətta övladla valideynin söhbəti kimi. Но что же произошло дальше? Bəs nə baş verir davamında? Где же эта радость? Hardadır bəs bu Где это sevinç? общение? Hardadır bu ünsiyyət? Niyə yoxdur ünsiyyət? Почему Адаму повезло общаться, а нам нет?
Niyə Adəmin bəxti götürdü, Allahla danışa bilirdi, amma bugün biz onu edə bilmirik. Потому что произошло падение. Çünki kəlam deyir ki, günah Allahla əlaqəni qırdı. Произошло великое падение. Böyük bir dəhşətli bir faciə baş verdi. К сожалению, Адам и Ева, Adəm və Həvva əfsuslar olsun ki, они проявили недоверие. onlar Allaha qarşı etibarsızlıq etdilər. Мы часто проявляем недоверие. Biz çox zaman Allaha qarşı Я etibarsızlıq недавно etdik. молился, говорю, Господь, я верю в Тебе, но мне тяжело Тебе доверять. Mən bu yaxınlarda dua eləyəndə deyirdim, ay Allah, mən sənə inanıram, amma sənə etibar etməyə çətinlik çəkirəm. Недоверие проявилось в том, что Господь дал им все. Наследство, мы читаем, все было у них. Etibarlıq nədən görsəndi? Allah onlara hər şey vermişdi. Но дьявол их немного искусил, и они засомневались, они не доверились и выбрали свою волю превыше Божьей воли. Amma iblis onları aldadandan sonra onlar öz iradələrini Allahın iradəsindən, öz istəklərini, öz maraqlarını, Allahın maraqlarını üstün tutmağa И başladılar. Библия ясно говорит, что в этот момент в мир пришел грех. Və kəlam deyir ki, insan bu addımı atandan sonra, Allaha etibarsızlıq edəndən sonra yer üzünə günah gəldi. А знаете, какие последствия пришли со грехом? Bəs günahla hansı nəticələr gəldi bilirsiniz? А теперь проверьте себя. Страх, Gəlin özümüzü yoxlayaq. Qorxu, боль ağrı и самое то, что мы не можем контролировать, смерть. və ölüm, hansını ki biz heç cür kontrol edə bilmirik. Как часто мы слышим «mən qorxuram»? Nə qədər biz tez-tez eşidirik, mən qorxuram. Многие даже из дома выйти боятся, говорят «mən qorxuram». Bir çoxlar evdən qorxularına görə çıxmırlar ki, mən qorxuram. Многие даже подойти поговорить не могут. «mən qorxuram». İnsanlar qorxurlar kiməsə yaxınlaşıb söz deməyə, sual verməyə. Многие боятся выглядеть плохо. İnsanlar qorxurlar pis görünməkdən. Обратите внимание, радость общения и какая замена? Страх, боль, смерть. Fikir verin, ilk Allah yaradanda necə yaratmışıq? Sevinç, ünsiyyət, sülh. Bu yandan isə qorxu, ağrı, ölüm. И самое главное, мы потеряли общение. Ən vacib odur ki, biz yaradanla ünsiyyəti itirmişik. Многие из нас испытывали глубокую пустоту. Biz çoxlarımız böyük bir daxili boşluq hiss edirik. И мне недавно попалась вот такая статья. Bu yaxınlarda mənə belə bir məqalə çıxmış qarşıma. Один рок-певец сказал, Как? рок-певец, Hə, bir rock müğənnisi belə bir söz demişdi. все его знают из группы Nirvana, Kurt Cobain. Hamımız tanıyırsınız, o deyil, mən tanımıram. Ha. Kurt Nirvana qrupu var, oranın solistidir. Вот, а он был bogатый человек. Çox varlı bir adam idi. Отлично пел, хорошая группа. Yaxşı oxuyurdu, yaxşı qrup idi. Слава богу, что я ничего не понимал, что они пели. Hə, yaxşı ki, mən Allah oxuduğundan sizə başa Но как düşürəm. я потом почитал, часто они пели об отчуждении. Amma daima mən fikir bildim ki, onlar oxuduğu yadlaşma haqqında idi. И знаете, что он писал? Fikir verin, bu nə yazmışdı orada? Глубоко внутри себя я ощущаю пустоту. Qəlbimin dərinliyində bu müğənni deyir. Mən böyük bir boşluq hiss edirəm. Друг, у тебя все есть. Dostum, sən hər şeyin var, У тебя карьера. Sən karyeri qurmusan və. Ты bogатый человек. Sən varlı adamsan, hamını axtardır. Фанатки плачут. Sənə görə cəmaət özünü öldürür ki, Ты только müğənnisin. так сделай, все будут твои. Belə eləsən, hər şey hər kəs sənin olacaq. Вы же mечтаете об этом. Biz çoxlar bunu arzulayırıq ki, hamı onun ətrafını Не furar. будем skрывать этого. Gəl etiraf eləyək də. Мы хотим по щелчку, чтобы и любовь была, и dom был, и радость была. Biz istəyirik ki, var bir dənə çıxmamızla bizim evimiz də olsun, yaxşı maşınımız da olsun, yaxşı şəraitimiz də olsun. А он пишет, глубоко себя, nесмотря на все это, я ощущаю глубокую, не просто глубокую пустоту. Bütün bu şeylərə sahib olan şəxs deyir ki, mən daxilimdə böyük bir boşluğa sahibəm. Почему? Niyə? Скажите вы мне, почему? Gəlin siz cavab verin bu suala. Niyə bu hər şeyə sahib olan insan bu boyda boşluq var içində? Мы уже говорим, потому что вот он грех, вот она сила греха. Bax biz onu da qeyd edirik ki, bax budur günahın qüvvəsi. Günahdır bu nədən? Потому что потерялось настоящее общение. Çünki əsl ünsiyyət itib. А мы хотим это общение заменить чем-то. Amma biz istəyirik ki, bu ünsiyyəti nə ilənsə, kim ilənsə əvəz edək. Многие умные люди говорили, что нужно как-то, мы найдем выход из этой ситуации. Bir çox insanlar deyir ki, ağıllı insan, müdrik insanlar deyir ki, biz bu vəziyyətdən çıxış yolu И 100 они saat tapacağıq. говорили, что знания спасут этот мир. Və bir çoxları deyir ki, bilik yer üzünü xilas edəcək. Друзья, я был маленький,
Интернета не было. Mən uşaq olanda dostlar, internet yox idi. Много чего не было. Çox şeylər yox idi. Как моя мама говорит, она стирала в какой-то малютке, и то она не работала. Anam dediyini hansısa bir balaca bir aparatda yuyurdu, köhnə paltaryanlarda. O da belə yox Или idi. как она говорит, стирка не заканчивалась. Anamın bilirsiniz o deyil, paltar yumaq işi heç vaxt qurtarmır. И слава Богу, люди придумали стиральные машины, мы пошли вперед, шагнули вперед, знания дали результат. İnsanların bilikləri böyük bir nəticə verdi. Artıq paltar yuyan var hər kəsin evində. Вопрос, время стало больше или меньше? İndi sual yaranır. Baxmayaraq paltar yuyanı kəşf edildilər elm adamları. İnsanların yükləri azaldı, yoxsa çoxaldı? Пустота, о которой мы говорим, завершила? O daxildəki boşluq təmin olundu, yoxsa yox? Радость пришла? İnsanlar sevinç əldə elədilər bu inkişafdan. Скажите вы мне, я... Gəlin siz bu sualı cavab verin. Gəlin bu suala özümüz cavab verək. У меня было время, много lет, чтобы проверить это на себе. Mənim uzun illər vaxtım oldu ki, bunu şəxsən özümdə yoxlayım. Нет. Yox, dəyişmədi. Нет. Yox. Боль, Ağrı, страдание, пустота. ağrı, əzab və boşluq. Потому что это сила греха. Çünki bu günahın gücüdür insan həyatında. А самое главное, смерть, Və ən dəhşətlisi ölümdür. который в один день настигнет нас всех. Və bu ölüm hər bir kəsi burada götürəcək bir gün. Но самое худшее, что Бог сказал, что Он такой святой, Он святой, чистый, Он говорит, я не могу находиться рядом с грехом. Amma Allah da bu yandan deyir ki, mən o qədər müqəddəsəm, o qədər qüsursuzam ki, günah olan yerdə dayana bilmərəm. Не могу. Dayana bilmərəm Allah deyir. Но Бог, Он справедливый. Bu Allah ədalətlidir. Но при этом мы всегда любим говорить, что Он любящий, Он прощающий. Amma biz xoşlayırıq demək ki, Allah bağışlayandır, Allah rəhimlidir, mərhəmətlidir. Но как в одном Боге сочетается и справедливость, и любовь? Bəs bir Allahda necə həm ədalət ola bilər, həm sevgi ola bilər? Как Он может выбрать любовь, но пойти против справедливости? O necə edə bilər ki, həm ədalətlilik olmağı saxlasın, həm də sevgi dolu olsun? Он должен был в этот же момент взять, уничтожить всю эту землю и все начать заново. İnsanlar ki, onu əks etməyə başlayanda, insanlar ki, günah etməyə başlayanda, o gəlib bütün yer üzünü məhv eləyir. Но любовь, Amma sevgi и как Он сотворил, с любовью это. və bu onun sevgi ilə bunu necə yaratmışdı И поэтому Господь сказал, что за грех надо платить. və ona görə Allah deyir ki, günahın əvəzini ödəmək lazımdır. Платить надо. Ödəmək lazımdır Что günahın может əvəzini. удовлетворить? Бог говорит, меня только удовлетворит кровь. Allah deyir ki, günahın əvəzini mənə üçün ancaq bir şey təmin edə bilər, qan. И это было и всегда. Мы сможем смотреть всю эту книгу. Və biz bu hər zaman olub, biz bütün bu müqəddəs kitab, neçə min illik tarixi olan kitablara baxa Мы bilərik. можем начать смотреть, что Господь говорит, что за каждый намеренный, ненамеренный, за грех народа, за каждый раз нужно приносить ягнят и так далее, приносить, чтобы вы могли быть rituально чистыми. Kəlam deyir ki, bilərəkdən, bilməyərək etdiyin günahdan tək sən, bütün xalq, ailə fərqi yoxdur. Günah edilibsə, mütləq onun əvəzici olub bir quzu qurban gətirilməli idi. Yəni, hər kəsin günahının əvəzi var idi. Я не уверен, что мы сейчас часто приносим. Mən əminəm ki, Stolka. biz belə qurbanlar götürmürük. Dорого, дорого стало. Çünki baha başa, elə o vaxtda baha idi. И тогда тоже было дорого, сейчас стало еще дороже. Hər zaman bahadır. И вопрос, как мы можем оправдаться? Və bəs biz necə bəraət qazana bilərik günahlarımıza görə? Я еще говорю про оправдание. Я уверен, вас беспокоит пока пустота, где бы радость. Mən bəraətdən danışıram, amma bilirəm ki, biz çoxlarımızı narahat edən şey sevincimizin olmamağıdır qəlbimizdə. Böyük boşluq hissi yaşamağımızdır qəlbimizdə. Это все последствия. Və bunlar hamısı günahın nəticəsidir. Но вы знаете, Бог такой любящий, да? Он сразу же, когда Адам и Ева сделали грех, Он сразу же дал им большое обещание. Открой, пожалуйста, обещание. Və Adəmlə Həvva günah edən kimi Allah sevgili Allah heç bir cəza verməmiş, heç bir tədbir görməmiş, məhz birinci onlara şad xəbər verdi. Yok, 3:15. Mən səninlə qadın arasında, sənin balanla onun övladı arasında düşmənçilik salaram. Bu övlad sənin başından vuracaq, sən də onun dabanında sancacaqsan. Обратите внимание, Бог обещает, что именно что произойдет Спаситель, Мессия, который будет bit diyavla. Allah bu sözlərlə Həvvaya deyir ki, yer üzünə bir gün
bir Məsih gələcək, bir xilaskar gələcək ki, şeytanın başına əzəcək. И самое главное, мы можем задать, как мы можем доверять Богу? Və bizə sual yaranır ki, biz Allaha necə etibar Мы edə bilərik? часто что-то обещаем, сами не выполняем. Biz özümüz çox zaman nələrsə vəd veririk, amma yerinə yetirmirik. Но давайте глянем, что говорит о себе Бог. Gəlin, Allah nə deyir burada? Allah insan deyil ki, yalan söyləsin. Bəşər oğlu deyil ki, fikrini dəyişdirsin. Dediyini həyata keçirməzmi? Verdiyi sözü yerinə yetirməzmi? Смотрите, что говорит Бог. Он говорит, я не человек, Allah deyir, mən insan deyiləm. чтобы обманывать, Ki, yalan danışım. чтобы обещать и не сделать. Ki, vəd verim, söz verim, amma etməyim. Чтобы, ой, знаете, извините, я поменял свое мнение. Ha, Allah belə demə, ayda bağışlayın, mən biraz fikirlərimi dəyişdim. Это у нас так. Я хотел прийти, но в последние 10 минут меня что-то схватило, я не могу, я поменял мнение, я не Hə. буду. Bəzən olur ki, biz harası getməliyik, nəsə söz vermişik, olmalıyıq orada, amma lafdan fikrimiz eşidilir, mən eləmirəm bunu, mən getmirəm bura. И некоторые из нас думают, Бог так сказал, не, что-то люди не так ведут, давай-ка я что-то новое пришлю. Allah belə demir ki, bu insanlar özlərini yaxşılamır, gəl nəsə mən başqa bir şey etdim. Если вы внимательно будете читать это, мы увидим, что у Бога есть одна линия. Он сказал в самом начале, что даст Мессия, и Он обещал и постоянно показывал, что Мессия будет. Allah isə belədir, Allah ilk dəfə insanlar günah eləyəndə, kalan boyu baxa bilər, 1000 illiklər ərzində Allah vədini yerinə yetirməyə insanlar hazır edir. Bu deyilibsə, bu da olacaq. Вспомним историю Авраама. Gəl İbrahim Peyğəmbər Мы yadımıza. знаем, что Мессия должен быть той жертвой, которая спасет нас. Biz hardan bilik ki, Məsih həmin qurban olmalıdır ki, bizi xilas etsin. Любимая история нашего народа Авраам и его любящий сын. Bizim xalqımızın ən sevimli hekayəsi İbrahim və onun sevimli oğlu. Идут они с sыном. Onlar oğlu ilə gedirlər İbrahim. Куда? Hara gedirlər? На жертвоприношение. Gedirlər, İbrahim oğlunu aparır qurban kəsməyə. Бог сказал, отдай своего сына. Allah İbrahimə deyib ki, oğlunu qurban gətir. Идут они по дороге. Və onlar yol boyu gedirlər. Сын спрашивает, отец, а где жертва? Oğul atasından soruşur, ata, gedirik qurban kəsməyə, bəs qurban hardadır? Даже уже маленький сын, видите, с детства они знают, что нужна жертва. Hətta balaca uşaq belə bilirdi ki, Allaha qurban gətirmək lazım idi. Авраам говорит, Бог пошлет. Və İbrahim deyir ki, Allah göndərəcək qurbanı. Верит. İman et. Сам верит. Hə, İbrahim özü inanırdı. И вот он кладет сына на этот жертвенник, İbrahim götürür övladını əl-qolunu bağlayır və qurbangahın üzərinə qoyur. замахивается. Əlini qaldırır köldürsün Господь останавливает. və Rəbb onu dayandırır. Видит веру Авраама. Allah İbrahimin imanını görür. Не говорит, ты хороший пророк. İbrahimə demir ki, sən yaxşı peyğəmbərsən. Или просто пророк. Вера Авраама видит веру Авраама. Allah sadəcə İbrahimin imanını görür. И что делает? Və nə edir Allah? Он говорит, вон там. Посмотри, там. Нужно жертву принести, потому что уже на жертве, он говорит, вот там. Ягненок, кто всегда я помню. Qoç. Коч, на русском. Yəqin. Ага, ягненок. Говорит, смотри, там запутался в деревьях. Его замени. Вот жертва. Və Allah orada deyir ki, bax ora bax. Orada ağaca başı kolluğa ilişmiş bir qoç var. Onu qurban götür. А знаете, что это символ будущей жертвы? Və bu qurban gələcək qurbanın bir nümunəsidir. Потому что мы за свои грехи должны были быть наказаны. Çünki biz hər birimiz öz günahımıza görə cəza almalıydıq. И вот эта жертва, она была символом того, что в один день мы должны будем принести наказание, но Господь хочет заменить эту жертву. Və bu o deməkdir ki, bir gün hər bir insan öz günahının cəzasını ödəməlidir. Allah dedi ki, mən istəyirəm ki, siz yox, başqası sizi əvəz eləsin. Пасха Моисея. Musanın pasxası. Мы уже говорили о ней. Biz o vaxtı danışmışdıq. Правда, вас всех не было здесь. Bir çoxlarımız yox idiniz burada. Его кровь ягненка, она позволила пройти мимо смерти. Onlar İsrail xalqına Allah deyir ki, bir quzu götürsünlər. Quzunun qanını götürüb qapıların üstünə çəksinlər ki, ölüm mələyi gələndə Misir ölkəsinə qapıdan ölüm yan keçsin. Потому что в том доме была пролита кровь ягненка. Allah o ailəni salamat qoyurdu ki, kimin qapısında quzunun qanı var idi. Зачем мы об этом говорим? Niyə biz bu vaxtı danışırıq? Потому что Господь показывал символ, что все это символизирует приход будущего Мессии, который также даст себя жертву. Allah bunu niyə deyir? Allah bu ilə işarə verir ki, gələcəkdə bir quzu olacaq, bir qurban olacaq ki, insanlara əvəz eləyəcək o. И вот проходит много тысяч лет. Və bir neçə min ildə keçir. Пророки свидетельствуют о Мессии. Peyğəmbərlər şahadətçilik edirlər ki, Они говорят, что Məsih он gələcək. родится.
Və peyğəmbərlər deyir ki, o harada doğulacaq, Məsih harada doğulacaq. И вот он рождается. Və budur. Məsih doğulur dünyaya. Hayal. Sen yok hayır. Говорю. Это? Yahya kitabı. Yok, tamam. Aha, sen вот, читай. Kəlam bəşər olur, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı. Biz də onun ehtişamını, atadan gələn vahid oğlunun ehtişamını gördük. Обратите внимание, слово стало плотью. Kəlam deyir ki, Allahın sözü kəlam bədən aldı. То есть обещанный Мессия пришел на землю. Yəni vəd olmuş Məsih, hansı ki peyğəmbərliklər var, söz var idi, o bədəndə gəldi yer üzünə. И вот что говорит о нем другое. Gəlin baxaq görək başqa yer nə deyir haqqında. Ertəsi gün Yəhya İsa'nın ona tərəf gəldiyini görüb dedi. Dünyanın günahını aradan götürən Allah quzusu budur. Он видит его, видит Мессию, который звали Иисус, и он говорит, это тот, кто не человек. Он говорит, что это тот ягненок, который возьмет грехи мира на себя. Bəftisi Yəhya peyğəmbər haqqında çoxumuz eşitmişik də. Yəhya peyğəmbər İsa Məsihi görəndə baxır deyir, bu həmin adamdır. Deyil, o bu sözləri demir. Deyir ki, bax budur dünyanın günahını aradan qaldıran Allah quzusu. Знаете почему? Потому что пророки всегда сравнивали Мессию с Божьим агнцем, который брал на себя gреhi наши. Niyə görə Yəhya bu sözləri deyir? Çünki bilir ki, tarix boyu bütün peyğəmbərliklər Məsihi quzu ilə, qurbanla müqayisə edirdilər, bərabər Я знаю, tuturlar. что многие из нас чувствуют и верят, что Иисус пророк. Bir çoxları deyir ki, mən inanıram, əminəm ki, İsa Məsih peyğəmbərdir. Ага, но он был не такой, как другие пророки. Amma maraqlıdır ki, İsa başqa peyğəmbərlər kimi deyildi. Во-первых, он был рожден удивительным образом. Birinci ona görə ki, o fərqli şəkildə dünyaya gəlmişdi. Ага, потому что он был рожден от Девы Марии, которая была девой. O Bakirə Məryəmlə dünyaya gəlmişdi. Ага, Дух Святой сошел, но она была девой. Allahın ruhu Məryəmin bətninə gəlib orada dünyaya gəlmişdi. Сказано, что он не сделал ни одного греха. Yazılıb ki, İsa Məsih yer üzündə olanda heç bir günah etməmişdi. Я такой вопрос задаю. Вы когда... Бывало такое, что вы говорите, ой, шейтана отдали, не знаю, да? Бес попутал, да, говорят, да? Ой, меня искусили, я попался на искушение и не смог справиться. Olubmu ki, sizdə öz-özünə, ayda mən şeytan anlattı, ya filan kəs mən anlattı, sınava düşdüm, yalan danışdım, günah edim, filan şey oldu. Бывало, да, сынага düşmüşsünüz, сделали неправильное решение. Бывало? Olub da insan büdürüyüb, səhv qərarlar verib. Bывало. Hər birimizdə olub. 100%. Но А самое что? интересное, что не думают, что Иисус ходил в защитном поле, и никакие беды его не касались. Düşünməyin ki, İsa Məsih elə bir xüsusi bir qorumada gəzir ki, Müdafiə qorunması. belə kinolarda olur ya, qoruma belə şey. Və ona heç bir günahla təması olmur. Сказано, что дьявол его искушал, Kəlam deyir ki, şeytan dəfələrlə onu sınağa çəkirdi. но он не сделал ни одного греха. Bizdən fərqli olaraq o heç bir günah eləmədi. Именно, в отличие от нас. Bizdən fərqli olmadan heç bir günah eləmədi. Он показал, что он Мессия, O göstərdi ki, o Məsihdir. потому что слепым открывал глаза, Çünki körlərin gözlərini açırdı. голодных кормил, Acıları doydururdu. людей любил, İnsanları sevirdi. заботился, Qayğı göstərirdi. грехи прощал, Günahları bağışlayırdı. в грехах обличал. Günahları ifşa edirdi. А самое главное, он говорил, что я есть путь, истина и жизнь. Единственное, больше нет таких. Və özü ondan ötə vacib bir şey deyirdi. Yol, həqiqət və həyat mənəm. Он говорит, что он есть путь. O deyir ki, yol mənəm. Он говорит, никто, абсолютно никто не может прийти к Отцу, если не через Него. İsa Məsih deyir ki, mənim vasitəm olmadan, mən olmasam, heç kim Allahın yanına gələ bilməz. Все пророки всегда показывали на Бога. Bütün peyğəmbərlər hər zaman Allaha göstərirdilər. Они говорили от имени Бога. Onlar Allahın adından danışırlar Говорили, как peyğəmbərlər. Господь сказал. Onlar deyirlər, Allah belə deyir. Но Иисус говорил, что я есть путь, истина и жизнь. Amma peyğəmbərlərdən fərqi o, İsa deyirdi, mənəm yol, həqiqət və həyat. Он говорит, верующий в меня никогда не умрет. Və deyir ki, mənə iman edən əsla ölüm dadmayacaq.
Мы умрем. Fiziki ölüm dadıcı. За наших грехов мы умрем, и мы будем в вечных муках без Бога. Fiziki ölüm olacaq və İsa Məsih qəbul etməsə, əbədi cəhənnəm əzabları olacaq. Это страшно. Bu dəhşətli bir şeydir. Здесь сейчас я каждый раз слышу, каждую неделю слышу, что вроде бы жизнь неплохая, но похоже, говорит, cehennem kimi hayat var. Так говорят. Hə. Bir çoxları deyir, həyat o qədər pis deyil, amma digər tərəfdə həyat cəhənnəmə bənzəyir. А знаете, почему мы знаем, что вроде плохая, вроде? Потому что еще есть любовь, еще есть природа, еще есть, как мы влюбляемся, видим друг друга. Оно немного все равно дает нам приятно, но часто я вижу, что грусть сердца, она наполняет, и многие говорят, почему жизнь, как не жизнь? Bir yandan biz həyatdan kam almaq istəyirik, sevinmək istəyirik. Niyə görə? Çünki təbiət var, evlilik var, uşaqlar var, yəni yaxşı tərəfləri var həyatda. Amma digər tərəfdən daxildə özümüz görürük ki, həyat o deyildi. Var, amma o deyil. Onun ləzzətini çıxartmaq olmur tam həyat. Болезни родных, сами болеем. Yaxınlarımızın xəstələnməsi, özümüz xəstələnirik. Вокруг войны. Ətrafda xəbərlər açmaqdan qorxur, hər yer müharibə xəbərləri. Любимая заблокировала WhatsApp. Sevdiyimiz şəxslər bizi blok atır. Друзья предали. Dostlarımız bizi satıblar. За спиной говорят. Arxamızda danışırlar. Родители вроде как не родители. Valideynlər elə bir ki, valideyn kimi də deyirlər. А учителя и подавно. Hə, müəllimlər isə Allah göstərməsin. А на работе везде коррупция. İşdə hər yerdə rüşvətdir. Бог, ты так задумал это? Yəni ay Allah, sən bu dünyanı belə qurmuşsun ki, dünya bu gündə olsun. И легко сказать, знаете, это во всем Адам виноват. Və çox rahat demək ki, bütün bu baş verən şeylərdə Adəm də təqsirkar. Бог, ты виноват. Ay Allah, sən təqsirkar bu dünyanı belə yaratmısan. Друзья, мы каждый день имеем шанс принять верное решение. И каждый день поступаем как Адам. Dostlar, bizim hər gün düzgün qərar vermək imkanımız var. Amma hər gün Adəm kimi günah etməyi seçirik. Но Иисус пришел, чтобы решить в корне эту проблему. Amma İsa Məsih gəldi ki, bütün problemi kökündən həll etsin. Потому что Бог задумал спасти от любви своей всех нас. Çünki Allah sevgisindən hər birimizi bu əzablardan qurtarmaq istəyir. Поэтому Иисус принимает добровольное решение. Buna görə İsa Məsih könüllü şəkildə qərar verir. Пойти на крест. Çarmıxa getsin. Принести все эти страдания, всю эту боль. Bütün bu ağır əzablara dözsün, yaşasın. Мы часто говорим, что он пошел на крест, но все-таки 2 раза быть побитым, издевательство, это тоже. Biz deyirik İsa Məsih çarmıxa getdi. Amma düşünək ki, 2 dəfə onun vəhşicəsinə qamçılayıblar, onu təhqir ediblər, onu alçaldıblar. То есть не думай, что Иисуса закончились батарейки, и он не мог справиться с этими людьми. Düşünməyin ki, İsa Məsih'in batareyası bitmişdi və ona bu insanlar hansı ki ona pislik edirdilər, o sadəcə susub yolu verirdi. Человек, который исцелял, человек, который воскрешал, не думай, что у него закончились батарейки. O insan hansı ki ölüləri dirildirdi, mümkünsüz xəstəliklərə şəfa verirdi. Düşünməyin ki, onun gücü tükənmişdi. У него не закончились. Onun gücü Он мог tükənməmişdi. призвать воинство ангелов. O gücü, qüdrəti çatırdı ki, milyardlarla mələkləri çağırsın. И в этот момент все решить. Və bir an içində bütün məsələ həll edə bilərdi. Но мы помним, что Бог сказал, что только кровь его устраивает, чтобы мы были прощены. Amma kəlam deyir ki, Allahı ancaq qane edən günahını əvəz etsin. Yaxşı əməllərdə, dindarlıqdır, ancaq qandır. Поэтому Иисус принимает решение, Он идет на крест. İsa Məsih isə qərar verir və çarmıxa gedir bizim üçün. Эти гвозди забивались, кровь проливалась. Onun əlləri mıxlanırdı, o qan axıdılırdı. Бог исполнил свою справедливость. Allah öz ədalətini bərqərar elədi. Все говорят, что Он справедливый, Biz danışmışdıq, Allah ədalətlidir. и поэтому Его справедливость, Его гнев был на Иисусе. Allah o ədalət hansı ki bizim üzərimizə gəlməlidir, İsa'nın üzərinə getdi. А для нас, Amma bizə isə благодаря Иисусу на кресте, İsa Məsihin çarmıxdakı fədakarlığına görə, qurbanına görə, пришло прощение. ona görə Allah bizi bağışladı. Это как пожарный, который вошел в горящий дом, чтобы спасти других. Bu sanki bir yanğı söndürən şəxsə bənzəyir, hansı ki böyük bir alovun içində, yanğının içinə girir ki, yanan insanları xilas edəcək. Он отдал, пожертвовал собою, он этого не заслуживал. Я знаю, мы любим говорить, что
Это несправедливо, я заслужил Боже. Он этого не заслужил, он заслужил царского трона. Biz insanlar fikirləşirik ki, bəli, biz ədalət bizə tətbiq olmalıdır, biz daha yaxşını layiq. Amma İsa Məsih onun çəkdiyi əzablar, onun qurbanına özü layiq deyildi. Ага. Но из-за любви, из-за того, чтобы исполнить Божью справедливость восторжествовал, и чтобы нас спасти, не мы к Нему пришли, не мы, Он нас захотел спасти, потому что любит каждого из вас. Və biz ölüb cəhənnəmə getməliydik, biz ona tərəf gəlməliydik. Yox, Allah özü gəldi biz tərəfə. O gözləmədi ki, biz günahlı vəziyyətdə gələk. O özü təşəbbüs göstərdi, özü gəldi yanımıza. И вот там он умер. Və çarmıqda İsa Məsih öldü. И знаете, самое худшее было бы, что если вам просто умерли, все, и это осталось бы в рукозаписях наших, которые мы сегодня читаем. Əgər biz desək ki, o sadəcə öldü və bu sadəcə bizə tarixi bir fakt kimi qalacaq ki, İsa Məsih çarmıqda Мы öldü. бы говорили, что он говорил о больших вещах. Biz deyəcək ki, bəli, İsa yaxşı şeylərdən Он danışırdı. говорил громкие слова. O böyük bir О bəyanatlar том, что eləyirdi. он spаситель, о том, что путь к Богу только O через deyir него. ki, onun dedikləri ki, o qüdrətlidir, o hər şeyə qadirdir, o ölüləri dirildə bilər. Ага, Гагарин, как он даже со смертью не мог справиться. Necə deyə bilər ki, o qadirdir əgər ölümlə başa gəlməz? Знаете, сколько таких пророков было? Я такой, раз, всё. Bilirsiniz ki, nə qədər belə peyğəmbərlər, nə qədər özündən deyən insanlar oldu ki, gəliblər, mən beləyəm, amma sonra ölüm onlara qalib gəlir. Но через 3 dня Amma İsa Məsih öldükdən sonra 3 gün sonra o dirildi. первый, кто воскрес, никого воскресили, первый, кто воскрес от смерти. İsa Məsih yeganə birinci şəxsdir ki, ölülərdən dirildi. Помните, O ölülər, biri var ölüləri dirildiblər, İsa Məsih özü dirildi. Biri var özü dirildi ölülərdən. сам воскрес. Özü dirildi. Говорит, что был в аду, оставил все грехи наши, но сам был безгрешен. Kəlam deyir ki, o bizə görə o əzabları yaşadı, bizə görə Allahın qəzəbini yaşadı və ölülərdən dirildi. 500 человек видел, 500. 500-dən çox insan onu görmüşdü. Это большое свидетельство. Bu böyük bir şahidlikdir. Видели его не как духа, а видели его в обличии. O diriləndən sonra onu ruh kimi görməyiblər, gözü görsənmir. O insan kimi bədəndə gəlmişdi, insan kimi də gördülər diriləndən sonra. О чем говорит его воскресенье? Помните, как с грехом пришла смерть? Niyə dirilmə nə deməkdir? Dirilmə o demək ki, yadınıza gəlsə biz danışdıq. Günah vasitəsilə yer üzünə ölüm gəldi. Но он даже смерть победил. Amma o ölümə belə qalib gəldi. Я говорю, смерть нас может, но смерть его не могла удержать. Ölüm bizi alandan sonra saxlayır özündə, ya cəhənnəmə, ya cənnətə. Amma İsa qalib gəldi və dirildi. Получается, все его громкие слова, что придите ко мне, уверуйте в меня, оказались не ложными. Он tот, за kого себя выдавал. İsa Məsihin o bəyanatları hansı ki ölməmişdən qabaq deyirdi ki, mənim yanıma gəlin, mən sizə rahatlıq verərəm, mənə yanıma gəlin, mənlə dirilmə. O sözlər dirilmədən sonra təsdiqləndi. Все многие здесь знают, что он вернется второй раз. Və hamı burada eşidib ki, İsa Məsih ikinci dəfə gələcək yer üzrə. А все мы знаем, почему он вернется, потому что он воскрес. O niyə gələcək ikinci dəfə? Çünki o dirilib. Но самое, есть одна хорошая, одна плохая новость. Amma bir yaxşı, bir pis xəbər var. Он говорит, что все, кто приняли его, все, кто раскаялись в своих грехах, сказали, Христос, ты мне нужен. Спасибо, что ты отдал свою жизнь за меня. Все, кто приняли его как своего спасителя, он их заберет с собой. Kimlər ki, onu bu həyatda, öz həyatlarında onu xilaskarlar kimi qəbul ediblər, kimlər ki, həyatlarını ona veriblər, deyiblər ki, ya Rəbb, İsa, sənsən mən xilaskarım, sənin lütfə etibar edirəm, İsa Məsih onları əbədi həyata aparacaq. Но те, кто сказали, не надо. Adamlar ki, kim ki deyir, ya mənə adəti yoxdur bu şeylər, mənə dəxlisi yoxdur. Я материализмом буду достигать радости. Mən deyir, öz materiallarla, o cismani həyatla qəbul Я edəcəm. буду стараться быть хорошим. Mən çalışacağım, yaxşı insan olum. Как моя рубашка. Утром была хорошая, Ütülərindən sonra körandı. а после того, как я погладил, вроде неплохо смотрит, до сих пор здесь чисто, да? А вот здесь грязно. Вроде бы неплохо, но все равно не то. Поэтому приходится что? Скрывать. Mənim köynəyim kimidir. Ütülənib göy yaxşı görsənir, amma əslində mənim yaxşı görünən tərəfimin altında bir yaxşı olmayan şeylər var. Və onu nə qədər gizləsən, yenə də Allahın önündə şəffafdır. И мы думаем, что он придет с Господом, так прикроемся. Ну, ты видел, как вот эта сторона чистая, он говорит, нет. Və biz gələndə Allahın huzuruna deyəcək, yəni örtünə özümüzü
gizlədə. Yəni görsən mən falan kəslərə yaxşılıq etmişəm, falan şeylər etmişəm. Allah deyəcək, yox, mən sənin ürəyini görürəm. Он говорит, в одном согрешишь, в одном согрешил во всем. Allahın sözü deyir ki, bir şeydə günah eləyən hər şeydə günah etmiş kimidir. Вроде здесь чуть-чуть грязно, да? Biz deyə bilərik ki, hər şeyin tərtəmizdir, amma bir dənə bu ləkə buradadır da. Ya mən belə özüm faktiki mənə üçün utanç vericidir ki, mən ləkəli köynəyəm. Utanıram orada. Kənardan baxıb deyək ki, bu nə ləkəli köynəyəm. А как там мы перед ним встанем, как мы ему в глаза посмотрим? Və biz necə Allah üzündə dayanıb ona baxacağıq. Если тут с рубашкой не можем с вами в глаза посмотреть. Əgər biz adi ləkəli köynəklə, adi ləkəli əyin başla insanların qarşısında dayana bilmiriksə, bəs ləkəli vicdanla, ləkəli ürəklə Allah üzərində necə dayanacaq? Поэтому Бог сказал, не надо, я заплачу за вас. Ona görə Allah deyir ki, mən sizin yerinizə, siz onu özünüz eləmirsiniz. Mən sizin yerinizə bunu ödəyəcəm. İsa Məsih vasitəsilə. Когда мы зовем Христа в свою жизнь, что мы приобретаем? Dostlar, biz İsa Məsih həyatımıza dəvət eləyəndə nə əldə edirik? Христос говорит, мы приобретаем вечную жизнь. Kəlam deyir ki, birincisi, İsa Məsih qəbul edənin əbədi həyatı olur. После смерти мы будем с Богом, Его свет будет с нами, и не будет никакого плача, никаких страхов. Сам Бог будет наполнять нас. Иисус обещает эту вечную жизнь. Kəlam deyir ki, biz İsa Məsih qəbul edəndən sonra bizim ürəyimiz dəyişəcək və bizim əbədi həyatımız olacaq. Əbədi həyatda Allah nə olacaq? Orada nə kədər, nə yas, nə bugün yaşadığın heç bir problem yaşamayacaq. Христос заполняет ту пустоту, которая называется глубокой. Rəbb biz iman edəndən sonra daxilimizdəki o böyük boşluğu dolduracaq. Вы многие на нас выдумаете, вы сумасшедшие. Bəlkə kənarda kimsə baxıb bizə deyir ki, ay bu xəstədirlər bunlar. Нет, даже вы можете так смотреть. Mən baxa bilərsiniz Вот buna. сумасшедшие парень, что-то радуется в этом гараже. Oxuyurlar, balaca zalda və şənlənirlər. Bunlar xəstədirlər. А знаете, почему радуются? Niyə biz sevinirik? Я сам не знаю, как вам сказать. Я не могу, что я утром что-то особенное. Bог наполняет от радости через Иисуса. Hə, ona görə ki, mən sevinirəm. Çünki Rəbb mənim sevincəni doldurur. Yəni, bunu heç bir sözlə ifadə edir. Rəbb mənim daxilimə böyük sevinç qoyur. А знаете, почему мы имеем мир? Niyə mənim sülhüm var daxilimdə? Потому что, когда мы спим, Бог обещал, что твой сон и твоя жизнь в моих руках, я все контролирую. Поэтому мы спокойно спим. Niyə mən sülhüm var? Çünki kəlam deyir ki, sən yatsan belə, mən sənin qayğıva qalacaq. Sən yuxuda olanda belə, gündüz və fərq yoxdur, mən səni qoruyub qayğıva qalacaq. Завтрашний день не ты беспокойся, я буду, я забочусь о тебе. Çünki Allah kəlamda İsa Məsih vasitəsilə vəd verir ki, sabahki günün qayğısını çəkmə. Mən sabahki günün qayğısını çəkəcəm, Allah deyir. А мы читали, он обещал. Amma biz oxuduq ki, o vəd verəndə, А когда он обещает, он не обманывает. o vəd verəndə o heç vaxt yalan danışmır. И как вы думаете, хотите ли вы отказаться от того, что Бог дал вам такой подарок Иисуса Христа? İndi siz vacib bir sual var. Siz özünüz istərsiniz ki, Allah sizə vermək istədiyi bu şeyləri yox deyəsiniz. Друзья, я призываю прийти к Иисусу Христу. Dostlar, mən dəvət edirəm sizi İsa Məsihə tərəf gələsiniz. Друзья, у меня есть молитва, которую вы можете словами и сердцем своим сказать это Ему. Dostlar, mənim bir duam var, hansı ki, siz onu ürəyinizlə və dilinizlə deyə bilərsiniz. Вы можете подойти, вы можете сейчас подойти и сказать, произнести с нами эту молитву, пригласить Его в жизнь и обрести эти благословения в Иисусе Христе. Kimsə istəyə bilər, önə çıxa bilər, yanımıza gələ bilər, ayaq üstə qalxa bilər. Fərqi yoxdur. Bu sözləri biz yenə bir yerdə deyə bilər. Потому что Христос заплатил за ваши и за мои грехи. İsa Məsih sizin və mənim günahlarımın əvəzini ödəyib. Больше не нужно приносить ни коров, ни козлят, никого, что же, потому что эта жертва Бога устраивает. Allaha dair artıq heç bir heyvanın qurbanını götürməyə ehtiyac yoxdur. Heç bir yaxşı əməlinə onun huzuruna gəlməyə ehtiyac yoxdur. Heç bir dindarlığına. O sadəcə özü dəvət edir bizi. Вот она молитва, здесь она стоит. Və bu dua buradadır. Господь, я признаю, что сам по себе я потерян. Ya Rəbb, mən anlayıram ki, qəbul edirəm ki, mən özlüyümdə itmişəm. Давайте вместе станем помолимся. Да. Gəlin bir yerə qalxaq və dua edək. Спасибо, что ты пришел за мной. Çox sağ ol ki, minnətdaram ki, mənim üçün gəldin yerinizə. Я верю, что Иисус умер, ты умер за мои грехи и воскрес для моего оправдания. Ya Rəbb, mən bilirəm ki, sən mənim üçün ölmüsən və mənim günahlarıma görə dirilmisən. Прости меня Məni bağışla. и наполни мое сердце твоей жизнью. Məni bağışla və ürəyimi, həyatımı öz həyatınla doldur.
Недостаточно просто сказать «прости меня». Yetərli deyil deyəsən sadəcə bağışla. Если вы хотите видеть Бога в вашей жизни, Əgər siz həyatınızda Rəbbi görmək istəyirsə, нужно обязательно сказать «я отдаю тебе свою жизнь». sadəcə demək lazım, ya Rəbb İsa, mən həyatımı səndən əllərə verirəm. Будь моим Господом и Спасителем. Mənim Rəbbim və xilaskarım ol. Аминь. Amin. Это молитва, которую вы можете произнести. Это не просто молитва правильных слов. Это обращение к Богу. Bu sadəcə gözəl sözlər deyil. Bu Allaha müraciətdir, Allaha ünvandır. Вы в Библии не найдете прям вот такой молитвы. Siz müqəddəs kitabı birbaşa bu sözləri yazılı formada Чтобы вы не tapacaqsınız. думали, надо сказать вот такой последовательно. Vacib deyil ki, siz deyəsiniz ki, məhz bu ardıcıllığın Просто olsun. иногда мы не знаем, что сказать. Çünki bəzən biz bilmirik nə deyək. Поэтому заранее подготовь, чтобы вам было легче. Ona görə hazırlamışıq ki, sizə rahat olsun. Друзья, сегодня у вас есть шанс Dostlar, bu gün sizin əlinizdə fürsət var. сказать: Христос, прости меня. Demək ki, İsa, məni bağışla. Спасибо, что ты спас меня. Çox sağ ol ki, məni xilas etmisən. И сказать: а я отдаю свою жизнь тебе. Və mən öz həyatımı səninlə verirəm. И вы увидите, если вы отдадите ему свою жизнь по-настоящему, вы увидите, как Христос преобразит вашу жизнь, как мою, как мы видели, его жизнь преобразил, и многих других, которые здесь преобразили. Əgər siz həyatınızı İsa'nın əllərinə versiniz, özünüz görəcəksiniz ki, o necə həyatınızı dəyişir yaxşılığa doğru. Necə ki, mənim həyatım, necə digər bazı qardaşların həyatım. Многие друзья, которые здесь есть, вы их видели раньше. Bir çox insanlar siz əvvəllər görmüsünüz, Какие они были əvvəlki həyatlarını bilirsiniz. и какие они сейчас становятся. Və hal-hazırda necə bildilər. И это не тренинги, Bu məşqlərlə, psixoloji hazırlıqlarla deyil. это Христос. Bu Məsih də insanları dəyişir. Вот что делает сила Христа. Məsihin gücü babına Потому gəlir. что Он воскрес, Он живой. Çünki o diridir və dirilib. И Он говорит: каждый верующий, кто примет меня, я буду жить в Нем. O deyir ki, kim məni qəbul edərsə, mən onda yaşayacağam. Посредством Духа Святого. Müqəddəs ruh И vasitəsilə. буду делать в Нем такие изменения. Onda elə bir dəyişikliklər Говорит: edəcəm. Боже упаси. Ay Allah. Xeyir dua ver. Друзья, я призываю вас. Dostlar, çağırıram sizi, dəvət edirəm sizi. Это не касается национальности, это не Bu касается ничего. millətindən, cinsindən, irqindən, heç nədən asılı olmayan bir şeydir. Христос говорит лично тебе, лично каждой личности. Rəbb hər birinizin ürəyinə deyir indi. Аминь. Amin. Gəlin dua edin. Давайте помолимся.